Bismillahirrahmanirrahim. Güzel insanlar, əziz Allahın xeyri, bərəkəti, salamı, afiyeti sizin və ailənizin üzərinə olsun. Əziz Allah sizə xeyir qapıları açsın. Mən videolarımda əziz Allahın kitabı olan, Kəlamullah olan, insanlar üçün, insanlıq üçün, bütün insanlıq üçün xeyir, bərəkət, rəhmət kaynağı olan, insanlara doğru yolu, hidayəti göstərmək üçün nazil olunmuş Qur'an-ı Kərimi tanıtmağa davam edirəm. İnanıram ki, əminəm ki, biz Qur'an-ı Kərimi din anlayışımızın mərkəzinə qoysaq, insanları bir araya gətirmək imkanımız artacaq. Gözəl insanlar, xurafələr çökəcək. Çünki dinin qaynağı əziz Allahın kitabıdır. Biz bu kitabı nə qədər doğru anlasaq, o qədər xeyirli insan, xeyirli toplum, xeyirli insanlıq olacaq. İndi əziz Allahın kitabı insanların təsəvvürünü doğru inşa etmək üçün anlayışlardan istifadə edir. Yəni anlayışları qoyur və o anlayışların içərisini də əziz Allah özü doldurur. Məsələn, bugün sizə tanıdacağım anlayışlardan biri ümmət anlayışıdır. Bununla bağlı mən sizə çox ayə yox, cəmisi 3 ayə oxuyacağım. Çox ayələr var, 3 ayə oxuyacağım ki, əziz Allah ümmət deyəndə kimləri nəzərdə tutur? Ümmət sadəcə insanların bir araya gəlməsidirmi? Yoxsa ümmət hədəf birliyi olan, dəyər birliyi olan, əmək birliyi olan, mücadilə birliyi olan, istiqaməti olan, insanlıq üçün xeyri, bərəkəti çoxaldan topluluqmu nəzərdə tutulur? Ona görə də əziz Allah bizim bir olmağımızı, qardaş olmağımızı, ümmət olmağımızı istəyir, gözəl insanlar. Və bu ümmət anlayışının içərisinə qoyduğu biz nə zaman ümmət oluruq? Ümmət olmağın şərtləri nədir? Bununla bağlı sizə bugün 3 ayə oxuyacağım. O ayələrdən biri gözəl insanlar Ali İmran surəsindədir. Ali İmran surəsi bilirsiniz ki, İmran ailəsi deməkdir. İmran ailəsi həm də bizim əziz Peyğəmbərimiz Həzrəti İsa'nın bağlı olduğu ailədir. Ali İmran surəsi 200 ayədir. Onun mən sizə bugün 2 ayəsini oxuyacağım. Bir ayədə Tövbə surəsindən oxuyacağım ki, ümmətlə bağlı Allahın qoyduğu mesajlar nədir? Yəni, əziz Allah ümmət deyərkən kimləri nəzərdə tutur? Ümmət olmağın şərtlərini necə açıqlayır? Gözəl insanlar. O ayələrdən biri 104-cü ayədir. Ali İmran surəsinin, yəni 3-cü surənin 104-cü ayəsində uca Allah belə buyurur. Yəni, ümməti belə tanıdır. Bismillahirrahmanirrahim. Buyurur ki, xeyrə çağıran. Yəni, xeyirli insan olmağın, xeyirli topluluq olmağın, xeyirli ümmət olmağın, bir olmağın, qardaş olmağının əlaməti budur ki, insanlığın haqqını verməyin əlamətinin biri budur ki, xeyrə çağıracaq insanlar. Xeyrə çağırmaq gözəl insanlar. Tövhidə çağırmaqdır, ədalətə çağırmaqdır, mərhəmətə çağırmaqdır, barışa çağırmaqdır. Çağırmaq, yəni siz bir məqalə yazaraq da bunu edə bilərsiniz. Bir gözəl söhbət edərək də bunu edə bilərsiniz. Bir gözəl kitab yazaraq da bunu edə bilərsiniz. İnsanlar arasında deyir, əgər ümmət olmaq istəyirsinizsə şərtin biri budur, xeyrə çağıracaqsınız. 2, yaxşılığı əmr edəcəksiniz, bir-birinə yaxşılığı öğütləyəcəksiniz. İnsanlar arasında xeyrin, bərəkətin, elmin, doğruluğun, dürüstlüyün, halallığın yayılması üçün çalışacaqsınız. 2-ci şərt budur, xeyrə çağıracağıq. 2, yaxşılıqları bir-birimizə əmr edəcəyik, yəni öğüt edəcəyik, yəni sövq edəcəyik, yəni təşviq edəcəyik. 3, pisliklərin də qarşısında duracağıq, yəni onları əngəlləyəcəyik. Baxın, nə qədər gözəl ölçü var. Xeyrə çağırırıqsa, xeyri çoxaldırıqsa, pisliklərin qarşısında dururuqsa, haramın, yalanın, iftiranın, zülmün qarşısında dururuqsa, onda nə olur gözəl insan? Əziz Allah buyurur ki, bu 3 özəlliyi daşıyan baxın, ümmət olun. Bir də oxuyuram ayəni xeyrə çağıran, yaxşılığı əmr edən, yəni öğüt verən, bir-birinə yaxşılığı sövq edən, həvəsləndirən, cəsarətləndirən, təşviq edən və pisliklərin də qarşısında duran bir ümmət olun deyir. Əziz Allah belə buyurur. Sonra da buyurur ki, bax onlar, yəni qurtulanlar kimdir? Qurtulanlar kimdir? Əziz Allah buyurur ki, bax qurtulanlar da onlardır. Qurtulanlar da məhz onlardır. Yəni kim xeyrə çağırırsa cəmiyyətdə, toplumda, insanlıqda insanları,
Kim yaxşılığı öğütləyirsə, yaxşılığı çoxaldırsa, kim pisliyin qarşısında durursa, o ümmət olmağın əsaslarını yaratmış olur. Ümmət olmağın sütunlarını yaratmış olur. Ümmət olmaq üçün mücadilə etmiş olur və əziz Allah buyurur ki, qurtulanlar da onlardır. İkinci yenə də bu eyni mesajın, yəni ümmət anlayışını əziz Allah təsəvvürləri anlayışlarla inşa edir. Təsəvvürlər anlayışlarla inşa olunur. Anlayışlar ondan sonra davranışa çevrilir, davranışlar əxlaqa çevrilir, cəmiyyətin içərisində xeyir çoxalır və nəticədə biz ümmət olmuş oluruq. Baxın nə söylüyor? Yenə də Ali İmran surəsinin indi 110-cu ayəsinin bir hissəsini oxuyuram. Ayə bir qədər uzundur. Mən sadəcə bir hissəsini oxuyacağım, gözəl insanlar. Bismillahirrahmanirrahim. Əziz Allah Ali İmran surəsinin 3-cü surənin 110-cu ayəsində belə buyurur. Siz, diqqət edin, insanlar üçün ya da insanlıq üçün çıxarılmış ən xeyirli ümmətsiniz. Yəni əziz Allah buyurur ki, siz, yəni Allaha iman edənlər insanlıq üçün ortaya çıxarılmış ən xeyirli ümmətdir, ən xeyirli topluluqdur. Amma bunun şərtləri nədir? Nə zaman biz Allahın bu qoyduğu ölçüyə uyğun olaraq insanlıq üçün xeyirli, bərəkətli bir ümmət olmuş olacağıq? Məsələn, bunu da düşünməyi təklif edirəm. Bugün müsəlmanlar gerçəkdən insanlıq üçün xeyirli ümmət olduğunun dəlillərini ortaya qoyubmu, qoymayıbmı? Bugün ədalət deyəndə, xeyir deyəndə, bərəkət deyəndə, inkişaf deyəndə, elm deyəndə müsəlmanlar nəzərdə tutulurmu? Müsəlmanlar yada düşürmü, düşmürmü? Siz insanlar üçün çıxarılmış ən xeyirli ümmətsiniz, topluluqsunuz. O halda ki, o zaman ki, diqqət edin, yaxşılığı əmr edəcəksiniz. Yəni yaxşılığı əmr edirsinizsə insanlıq üçün çıxarılmış xeyirli ümmət olursunuz. 2. Pisliklərin qarşısında durursunuzsa xeyirli ümmət olmuş olursunuz. 3. Allaha inanıb güvənirsinizsə. Baxın, sadəcə Allaha inanmaq buyurmuyor. Allaha inanmaq və güvənmək. İmanla güvən bir-birinin içindədir. Biz Allaha inandığımızı, iman etdiyimizi söyləyiriksə və eyni zamanda gedib Allaha aid olan şeyləri başqalarından, qəbirlərdən, ağaçlardan, pirlərdən, ocaqlardan, şeyxlərdən, şıxlardan, insanlardan istəyiriksə, gözəl insanlar, biz Allaha güvənmirik. Ona görə insanlıq üçün xeyirli topluluq olmağın, xeyirli bir ümmət olmağın başqa bir ayədə bilirsiniz ki, əziz Allah bizə orta ümmət deyir. Orta ümmət ədalətli ümmətdir. Ya da Hucurat surəsində əziz Allah buyurur ki, möminlər bir-birinin qardaşıdır. Baxın, nə qədər gözəl ölçülər qoyub. Amma hansı şərtlə qoyacağıq? Əgər xeyrə çağırırıqsa, əgər yaxşılığı əmr ediriksə, əgər pisliyin qarşısında dururuqsa, əgər Allaha inanırıqsa və Allaha güvəniriksə və imanımızın və güvənimizin haqqını veririksə, o zaman həm xeyirli, həm orta ümmət oluruq, həm də insanlıq üçün ortaya çıxarılmış gözəl, xeyirli, orta ümmət sayılır. Gözəl insanlar. Bir ayədə oxuyun bununla bağlı. O oxuyacağım ayədə gözəl insanlar Tövbə surəsindədir. Tövbə surəsinin mən sizə oxuyacağım 71-ci ayəsini. Ki bu anlayışı əziz Allah necə iç-içə bir-birindən tamamlayıb onlara diqqətinizi yönəltmək istəyirəm. Tövbə surəsi Quran-ı Kərimin 9-cu surəsidir. Tövbə surəsi 129 ayədən ibarətdir. Tövbə surəsinin bugün mən sizə oxuyacağım ayəsi 71-ci ayədir. Orada əziz Allah buyurur ki, əslində o 49-cu ayənin 49-cu surənin 10-cu ayəsində möminlər bir-birinin qardaşıdır ayəsinin açıqlamasıdır. Eyni zamanda ümmət olmağın açıqlamasıdır. Eyni zamanda insanlıq üçün ən xeyirli toplum olmağın açıqlamasıdır. 71-ci ayədə əziz Allah Tövbə surəsinin 71-ci ayəsində əziz Allah belə buyurur. Bismillahirrahmanirrahim. Mümin kişilərlə mümin qadınlar bir-birinin dostudur, yardımcısıdır, yəni qoruyucusudur. Yəni mümin o zaman oluruq ki, biz müminlər həm də bir-birinin qoruyucusu olur, dəstəkləyicisi olur, bir-birinə yardım edir. Dar gündə, zor gündə bir-birini dəstəkləyir, gözəl insanlar. Bəs bu dost olmağın, yaxın olmağın, mümin olmağın şərti, əlaməti nədir? Əziz Allah belə buyurur. Onlar, yəni əgər mömindirlərsə, mömin kişilər və mömin qadınlar bir-birlərinə yaxşılıq əmr edirlər. Yəni öğüt verirlər. 2. Pisliklərdən çəkindirirlər. O zaman biz qardaş olmuş oluruq, ümmət olmuş oluruq. Baxın ondan sonra əziz Allah belə buyurur. Namaz qılırlar.
namazı dosdoğru qılırıqsa və namaza təşviq ediriksə, zəkat verirlər. Baxın, mömin olmağın şərti, ümmət olmağın şərti, xeyirli insan, xeyirli mömin, xeyirli toplum. Allaha və elçisinə itaat edirlər. Burasını bir də oxuyuram, gözəl insanlar, mömin kişilər və mömin qadınlar bir-birinin dostudur. Onlar bir-birinə yaxşılığı əmr edirlər, yəni öğüt verirlər, insanlara xeyrə, yaxşılığa yönəldirlər. 2. Pisliklərdən, bir-birini pisliklərdən çəkindirirlər, namazı dosdoğru qılırlar, zəkatlarını verirlər, Allaha və elçisinə itaat edirlər. Yəni həm Allahla münasibətlərini doğru tənzimləyirlər, həm də cəmi, həm də toplumda. Hər şeyə əmanət gözü ilə baxırlar, gözəl insanlar. Eyni zamanda Allaha və elçisinə itaat edirlər. Sonra da əziz Allah buyurur ki, bax onlar, bax Allahın mərhəmət edəcəyi onlardır. Yəni Allah kimə mərhəmət edər? Əvvəldən toplasam gözəl insanlara, insanları xeyrə çağırana mərhəmət edər. Allah kimə mərhəmət edər? Yaxşılığı əmr edənlərə, öğütləyənlərə mərhəmət edər. Allah kimə mərhəmət edər? İnsanları pisliklərdən çəkindirənə mərhəmət edər. Allah kimə mərhəmət edər? Allaha inanıb güvənənlərə. Allah kimə mərhəmət edər? Mömin olmağın haqqını verənlərə. Allah kimə mərhəmət edər? Namazını dosdoğru qılanlara, zəkatını verənlərə, Allaha və elçisinə itaat edənlərə, Allah onlara deyir, məhz onlara mərhəmət edəcəkdir. Və bu Tövbə surəsinin, yəni 9-cu surənin 71-ci ayəsi bu cümlə ilə bitir, gözəl insanlar. Şübhəsiz ki, Allah güclüdür, doğru hökm verən də Allahdır. Yəni, əgər istəyirsinizsə ki, ümmət olasınız, bir olasınız, qardaş olasınız, ən doğru hökm verən Allahdır. Allah ümmətə hansı tərifi veribsə, Allah ümmət anlayışının içərisini hansı dəyərlərlə doldurubsa, siz də ona inanacaqsınız, siz də Allahın hökmünü yerinə yetirəcəksiniz ki, əziz Allahın xeyrinə, bərəkətinə, mərhəmətinə nail olasınız, gözəl insanlar. Mən sizə bu videoda ümmət anlayışını tanıdan 3 önəmli ayə oxumuş oldum. Məni dinlədiyinizə görə sizə təşəkkür edirəm. Sağ olun, var olun, ömrünüz, işiniz, gücünüz mərhəmətə bağlı olsun, tövhidə bağlı olsun, ədalətə bağlı olsun. Əziz Allah işimizə, evimizə, ailəmizə, toplumumuza, ölkəmizə və insanlığa xeyir, bərəkət versin. Gözəl insanlar, məni dinlədiyinizə görə sizə təşəkkür edirəm. Var olun, sağ olun, əziz Allahın sonsuz, sınırsız mərhəmətinə əmanət olun.